Salam dostlar, kanalıma xoş gəlmisiniz. Bugünkü mövzum uşaqların güvəcə öyrədilməsi və ya ayaqyolu tualet təlimidir. Biz buna neçə yaş aralığında başlamalıyıq? Ümumiyyətlə valideynlər əvvəlcə bunu bilməlidirlər ki, uşaqlarda əzələ formalaşdıqdan sonra artıq onlar uşaqlarını güvəcə öyrəşdirə bilərlər. Bu ən aşağı yaş aralığı olaraq 18 aylığından başlaya bilər. 18 aylığından 3-4 yaşına kimi uşaqlar artıq tualet təliminə yiyələnmiş olmalıdırlar. Yox, əgər bu proses daha uzun sürürsə, artıq bir psixoloqa və ya həkimə müraciət etməyiniz mütləqdir. Bəs biz bu prosesdə nə etməliyik? Necə yardım ala bilərik? Özümüzə necə dəstək ola bilərik? İlk əvvəl onu demək istərdim ki, hər bir təlim bizdən ilk növbədə səbr tələb edir. Əgər biz səbirliyiksə, istədiyimiz hər bir şeyə nail ola biləcəyik. Yox, əgər səbirli deyiliksə, bu proses daha uzun zaman apara bilər. İlk əvvəl uşaqla məşğul olacaq şəxs kimdirsə, uşaq sadəcə onun himayəsində güvəcə və ya ayaqyolundan təlim almalıdır. Çünki hər bir uşaq kiçik yaşlarından məhrəm hissələrinin və yaxud da məhrəm hərəkətlərinin hər kəs tərəfindən deyil, sadəcə bir kəs tərəfindən, valideyni tərəfindən kiçik yaşları nəzərdə tuturuq idarə oluna biləcəyini dərk etməlidir ki, bu onda sonradan qalıcı problemlər yaratmasın, yaşatmasın. Psixoloqların söylədiklərinə görə buna əsasən deyə bilərik ki, uşaqlarda yerinə qaçırma halları, ümumiyyətlə bütün bu hərəkətləri etmək onlarda zövq məsələsidir. Biz uşaqları ayaq yoluna və ya tualetə, həmçinin güvəcə öyrəşdirdiyimiz zaman onların zövqünü əlindən almış oluruq. Ona görə də bunu elə etmək lazımdır ki, o uşaqlarda problem qalıcı fəsadlar törətməsin. Biz uşağı əvvəlcə başa salmalıyıq. Amma bu prosesdə çox səbirli davranmalıyıq. Onu danlamaq qətiyyən olmaz. Küstürmək ümumiyyətlə olmaz. Uşaq sidik və ya digər vacib hərəkətlərini etdiyi zaman onu mükafatlandırmaq və yaxud da o paltarını islatdıqda onu cəzalandırmaq da düzgün yöntəm deyil. Bu uşaqlarda gələcəkdə böyük problemlər yarada bilər. Əvvəlcə uşağı başa salmaq lazımdır və uşağın sidiyə getmə və ya digər nəcsə getmə saatlarını bilib tez-tez onu buna təkid etmək, aparmaq lazımdır. Uşaq öz ehtiyaclarını belə ödəməyi bacarmalıdır. Ümumiyyətlə belə deyək, uşağı əgər biz pampersdən çıxarmaq istəyiriksə, buna kimi valideynlər cəhd etməlidir ki, uşaq pampersi artıq kirləndirdikdə biz onun altını dəyişməliyik ki, uşaq təmizliyə öyrəşsin. Təmizliyə öyrəşən uşaq çirkli qalmaq istəməyəcək zaten. Və pampersi tərk etmə dönəmində biz daha ucuz pamperslərdən istifadə etmək tövsiyə olunur ki, hansı ki, yaşı uşağın bədəninə hiss etdirən, ona diskomfort hiss elətdirən pamperslərdən istifadə etsək, o artıq özü pampersi dəyişmək istəyəcək. Bizdə şəxsən belə olurdu. Mənim qızımda bu proses çox rahat keçdi. Evladım özü mənə yaxınlaşdı. Anam, mən artıq pampersdən çıxmaq istəyirəm. O məni narahat edir, qaşındırır və ya qızartı yaradır kimi problemlərdən sonra biz artıq pampersi tərk etmək qərarına gəldik. Valideynlərə tövsiyəm budur ki, bunu yaz-yay aylarında etsinlər. Çünki belə daha rahat olur. Həm ev şəraitimiz ona uyğundur, həm də uşağın geyimi ona icazə verir və bir sıra xəstəliklərdən soyuq dəymədən də evladımızı yaz-yay aylarında daha rahat qoruya bilərik. Bəs gecə yuxusu? Gecə yuxusu zamanı da uşaq yatmazdan əvvəl onu tualetə aparmaq məsləhət görülür və yaxud da gecə bir neçə dəfə oyadıb onu tualetə və ya güvəcə qoymaq məsləhətdir. Bizdə belə bir problem var idi. Uşaq gecə yuxudan qalxmaq istəmirdi. Biz sadəcə bu yöntəmi aradan qaldırmaq üçün mükafatlandırma yolundan istifadə etdik. Cəza tətbiq etməsəm də mükafatlandırma bizdə böyük uğur əldə elədi. Bunun nəticəsində övladım sevərək güvəcə getməyə başladı. Biz bahar qızı metodundan istifadə edirdik. Əgər o altı quru qalxardısa yuxudan, həmin günü bahar qızı ki, yaz-yay aylarıdır, onun balışının altına kiçik bir nəsə hədiyyə,
Bu şokolad ola bilər, konfet ola bilər və yaxud da broşka və yaxud da hər nəsə, kiçik əşyalarla onu sevindirərək bu təlimi də tamamladığımızı düşünürük. Ümumiyyətlə belə bir şeyi də nəzərinizə çatdırmaq istərdim ki, həm psixoloqlar, həm də öz təcrübəmə əsasən deyə bilərəm ki, pampersdən qurtulduğunuz zaman onu tərk etmək istəyirsinizsə, təkrar pampersə qayıtmayın. Bu qətiyyən olmaz. Bu həm uşaqda psixoloji problemlər yarada bilər, həm də daha uzun müddət, uzun zaman ala bilər sizin onu pampersdən qurtarmağınız. Bəzi valideynlər düşünürlər ki, uşaq nə zaman özü dərk edərsə, o zaman da pampersdən çıxar. Bu da yanlış bir hərəkətdir. Çünki uşaqda bu zamanlı güvənsizlik yaradır. Yəni, biz özümüz izah edib bir müddət əziyyət çəkdikdən sonra ki, uşağı daha yaxşı başa saldıqda, bu çox qısa zaman alır əslində, həm özümüz, həm də uşağımız tez bir zamanda rahatlığa qovuşa bilər. Bayaq bir məsələ qeyd etdim, pampersə geri qayıtmamaq. Bəzən valideynlər, özlərinin rahatlığı üçün və yaxud da uşağı, bağçaya göndərdikdə bağçanın rahatlığı üçün təklif olunur ki, uşaq bir müddətə pampersə qalsın. Məsələn, uzaq yola çıxırıq. Uzaq yola çıxdığımız zaman pampers istifadə ediriksə, artıq uşaq həmin o adətindən əl çəkməyəcək. Hər dəfə yola çıxdıqda özünün, pampers geyinməyini təklif edəcək və yaxud tez-tez, heç ehtiyac olmadıqda belə, ayaq yoluna getmək istəyi yaranacaq. Gəldik bağça məsələsinə. Bağçada isə adətən dayələr öz rahatlıqlarını təmin etmək üçün uşaqları pampersə dəvət edirlər. Bu da çox yanlış addımdır. Əgər pampersdən çıxmısınızsa, yəni siz valideyn olaraq bu əziyyəti gözə alırsınız, uşağınızı tez-tez yuxudan oyadıb, güvəcə qoyursunuz və ona bunu elətdirə bilirsinizsə, bunu bağça da elətdirməlidir. Yəni sizə dəstək verməlidir bağça. Razılaşmayın ki, uşağınız təkrar pampersə qayıtsın. Bu şəxsən mənim başıma gəlmişdi və mən etiraz etmişdim təbii olaraq. Əziz valideynlər, bir də pampersdən çıxaran zaman uşağın nə qədər buna hazır olduğunu düşünməliyik. Məsələn, olduğumuz mühit və yaxud da əgər bağçaya təzə başlayırsa və yaxud da dayəsini dəyişibsə, bu zamanda pampersdən çıxarmanı müəyyən qədər ertələmək lazımdır. Çünki uşaq olduğu mühitə öyrəşməlidir. Əgər bağçaya təzə gedirsə, pampersi də eyni zamanda tərk etsə, bu onda diskomfort hisslər yarada bilər. Daha yaxşı olar ki, pampersi tərk etdikdən sonra bağçaya göndərəsiniz və ya pampersli şəkildə bağçaya göndərəsiniz ki, bu uşaqda diskomfort, özgüvənsizlik hissləri yaratmasın. Bir şey də var idi, dayə məsələsi. Bu dəqiqə aktual mövzulardan biridir ki, valideynlər məcburiyyət şəklində uşaqlarını dayəyə əmanət edirlər və ya nənə-babaya əmanət edirlər və ya özlərinin səbri çatmır deyə qıraqdan kömək alırlar. Bu zaman həmin pampers təlimini uşaq gündəlik kiminlə qalırsa, kimin sözünü dinləyirsə, kiminlə daha çox vaxt keçirirsə, həmin şəxslərin etmək daha məsləhətlidir. Və pampers təliminin zamanı əgər dayə yenidirsə, təkrarən yenə də bu pampers təliminə başlamaq məsləhət görülmür. Əgər bir il, məsələn, siz 2 yaşında başlamısınız, uğursuz alınıbsa, artıq bunu saxlayıb növbəti yazda, yəni 3 yaşında da eləyə bilərsiniz. Əslində nə qədər tez olarsa, o qədər həm sizə görə, həm də uşağınıza görə rahatlıq olar. Amma çox böyük şiddətlə tövsiyə olunur ki, pampersdən çıxılan zaman təkrar pampersə qayıdılmasın. Hər birinizə uğurlar arzulayıram. Düşünürəm ki, həm öz təcrübəmdən, həm də psixoloqların söylədiklərindən əldə etdiyim bu biliklər sizlərə də yararlı